Hər vaxtınız bir daha xeyirli olsun əziz dinləyicilər. Avto FM-də bir avto verilişi başlayır. Sizinlə mənəm Rauf Mirqulamov və Ağa Nadirov həmkarım bizimlə bərabərdir. Salam, hər vaxtınız xeyirli olsun dəyərli dinləyicilər, əziz sürücülər, bizi dinləyən hər kəsə yaxşı əhval-ruhiyyə arzu edirik. Bugün də çox maraqlı bir mövzuya toxunacağıq. Təbii ki, qonağımızla birlikdə. Bugünkü mövzumuz bizim avtomobil sürücüləri ilə bağlıdır və elə qonağımız da Adil müəllim ötən həftədə bizim verilişimizin qonağı idi. Avtomobil təlimçisidir, nəqliyyat ekspertidir və mövzumuz da yeri gəlmişkən Adil müəllim sizə də salamlayırıq, xoş gördük. Salam, xoş gördük, xoş gəlmisiniz. Və dostlar, biz bugün sıravi sürücülər ilə təhlükəsiz sürücülərin fərqindən danışırıq. Yəni var təhlükəsiz avtomobil idarə edən sürücülər, var təhlükəli, yəni sıravi, digərləri. Bax, onların fərqindən danışırıq. Və biz təbii ki, söhbət edirik, siz də qoşula bilərsiniz. Adımən, təhlükəsiz sürücü hansı sürücüdür? Necə olmalıdır təhlükəsiz sürücü? Deməli, təhlükəsiz sürücü ilə o birisi adi sıravi sürücünün fərqindən bugün danışırıq. Adi sürücülər, belə deyək də, yalnız avtomobili idarə edib A nöqtəsindən B nöqtəsinə getmək üçün, belə deyək, ən asan üsullardan istifadə edən sürücülərdir. Yəni, yollarda gördüyümüz 90%-dən çox sürücülər demək olar ki, adi sürücülərdir. Yəni, məsafə saxlamırlar, tələsirlər, əllərində telefon, yəni təhlükəsizlik qaydalarına riayət eləmirlər sürücülər, yəni adi sürücülər. Və illər keçir, olur ki, məsələn, elə sürücü var, uzun müddət avtomobil idarə eləyir, yəni adi sürücüdən söhbət gedir. Danışanda da, məsələn, görürsən ara məsafə saxlamır, soruşanda da ki, bəs məsafə nəyə görə saxlamırsan? Ən adi bir sual. Deyirlər ki, neçə il avtomobil idarə edirəm, heç bir qəza olmur. Yəni qəza eləməyib. Yəni əslində bu göstəricidir, yaxşıdır. Məsafə saxlamasa da, təhlükəsizliyə riayət eləməsə də, indi Allah istəyib qəza eləməyib də, yəni ciddi bir qəza olmuyor. Ancaq təhlükəsiz sürücüdən söhbət gedirsə, təhlükəsiz sürücü ümumiyyətlə avtomobilə əyləşən andan belə görsənir ki, yəni ən azından oturacağı tənzimləyir, güzgüləri tənzimləyir. Bütün təhlükəsizlik qaydalarına, belə deyək, xırda məqamlara belə toxunur. Qəza olsa da belə təhlükəsiz sürücülər sükan arxasında çox ciddi xəsarət almırlar. Məsələn, oturacağı tənzimləmək elə tənzimləməlidir ki, sürücü oturanda istənilən bir avtomobilə tormoz pedalı tam basılı olan vəziyyətdə dizlərimiz yarı-bükülü vəziyyətdə olsun. Yəni nə çox açılmasın, nə çox yumulmasın. Yəni yollarda yəqin ki, görmüş olaraq hamımız avtomobili ötüb keçəndə baxırsan ki, sürücü sanki yoxdur sükan arxasında. Elə yerdə oturur ki, iki qapının arasında olan ara kəsmə sürücünü göstərmir. Elə bilirsən sürücüsüz gedir avtomobil. Yəni çox arxaya oturur da, hə. Çox arxaya oturur. Yayılıb. Ona oturmağı yayılmaq deyirlər. Uzanıb elə. Bu cür sürücülər həddən artıq çoxdur. Çünki təlim zamanı kütləvi şəkildə məsələn taksi sürücüləri və yaxud da avtobus sürücüləri təlimlərə gələn vaxtları fikir verdik o məqamlara ki, sürücülər kəməri də bağlamır. Kəməri bağlarlar, üstünə otururlar, başından da keçirlər qabağa. Bəli. Ən əsas məqam bizim aşağı, yəni qurşaq hissədir. Qurşaq hissə bizi saxlayan hissə oradır. O bizim altımızda qalan məqamda tormozu verən vaxtı kəskin tormoz olarsa və yaxud da avtomobillə bir-birinə çırpılarsa, bu zaman biz sürüşüb gedirik. Yəni yerimizdə qala bilmirik. İstər-istəməz bu sinə nahiyəsində olan kəmər bizi saxlamır. Bu bizi qabağa getməyə qoruyur. Amma möhkəm zərbə olanda biz o kəmərin altından sürüşüb gedə bilirik sükan tərəfə. Orada da dizimiz məsələn möhkəm dəyən zərbələrdə dizimiz qırıla bilir, sümüklərimiz qırıla bilir. Ona görə sükan arxasında düzgün oturmaq, bel arxalığı da düz durmalıdır. Başımızın arxasında bizi saxlayan yer var ki, biz baş onu altı, bəli, baş arxasında onu da tənzimləmək lazımdır ki, bəzi avtomobil tənzimlənir. O bizim başımızdan yuxarı olmalıdır ki, kəskin tormozlama zamanı ağırlıq mərkəzi bizi qabağa gətirir. Ondan sonra qaydanda boynumuz zədələnməz. Yəni və yaxud da ki, arxadan gələn zərbə olduqda təbii ki, boynumuz zədələnməsin. Əsas məsələ odur, qəza olsa da biz sükan arxasında belə deyək, salamat qalaq. Ona minimal xəsarətlə çıxar. Yaxşı, Adil müəllim, mən nə bilim ki, mən hansı sürücüyəm? Yəni bunu necə müəyyən edim? Mən sıraviyəm, yoxsa təhlükəsiz sürücüyəm? Bunun üçün qaydalar, oturacağım prinsipcə sizin dediyiniz kimidir, yəni belim söykənir, yayılmıram, əlim hardasa tam açılmır, bir balaca qatlaq qalır. O individual da ola bilər, yəni kim necə öyrəşir. Öyrəşilmişkən orada toqquşma məsələsi var da, Allah eləməmiş toqquşanda insan ayağı dümdüz qaldığı halda o qırılma ehtimalı daha çoxdur, nəinki yarı bükülü olduğu halda, düz deyirəm?
Bir də qəza anında məsələn bizim ayağımız açılırsa, arxa qolumuz Çox açılıbsa. qəza anında biz gərginləşirik, sükanı daha möhkəm tuturuq və dizlərimiz də daha açılır. Təsəvvürünüz gətirin, biri var yalıb kül vəziyyətdə olar, zərbə zamanı qatlanar, yəni burada qırılma ehtimalı az olur. Ancaq açıq vəziyyətdə zərbə dəyəndə elə bir ki, birbaşa bizim Mən Adil müəllim çox ayağımıza xoşlayıram amma özüm Bu ayağın və qolları düz olan oturacaq, sürücüdür. hə, arxaya getsin. Yəni uzanmaq şəklində yox, dik otururam. Yəni mənim hər zaman sükan oturacağına əyləşən, istənilən adam deyər ki, belə oturmaq olar. Düppədüz, az qala 90 dərəcədə otururam. Amma maksimum dala əllərim düz xoşlayıram. Çünki əllərim yarı bükülü vəziyyətdə, ayaqlarım yarı bükülü vəziyyətdə olanda o keymək var, deyirik, yatdı ayağımda, elə olur məndə, elə bir hiss yaranır. Ona görə. Demək olar ki, sürücülərin əksəriyyət siz oturan kimi oturur. Yəni nə qədər desən də, təlim zamanında deyirsən də, təlimdən sonra baxırsan görsən ki, buna riayət edən çox az adamlardır. Çünki kimə nə cür uyğundur, doğru vurulacaq ki, o cürdə oturur. Ancaq fikir verin, indi ayaqlarımızın düz olmağı bir yana, indi bizim əllərimiz, qollarımız da düz olmaq məsələsi var da. Zərbə zamanı fikir versəz, istənilən bir ağır qəzada yoldan keçəndə baxa bilərsiniz, görürsünüz sükan əyilib tamam. Bəli. Bunu insanın qolu əyirdə. Yəni biz var gücümüzlə tuturuq düz. O deyən zaman fikir verin, bu rol əyilirsə, bizim qolumuz da əyilir də. Yəni qolumuza da zərbə dəyir. Ona görə biz elə eləməliyik ki, bu cür məqamlarda fikir verin. Burada hələ ikinci məqamda var ki, yəni yastıqlar da çıxa bilir zərbə zamanı. Biz onlardan da qorumalıyıq. Məsələn, açqı taxırıqsa, ondan sonra biz sükanı hardan gəlib tuturuqsa, qolumuzda da saat olan zaman, məsələn, sükanı düz yerdən tutmadığımızda yuxarıdan tutur çox adam tək əlindən və zərbə zamanı biz bilirik ki, təhlükəsizlik yastığı saatda təxmini 300-dən çıxır. Bəli, yəni elədir. göz qırpımında. O bizim qolumuzu o sürətlə qolumuza saat ola bizim gözümüz tərəf gətirsə, biz gözümüzü də itirə bilərik. Ona görə xırda məqamlar olsa da, bu məqamlara riayət edən, vərdiş edən sürücü əsas məsələ odur ki, qəza olsa da salamat qalır sükan arxasında. Bizə Hüseyn yazıb. Səs mesaj göndərib. Mesaj var, dinləyək. Hər vaxtınız xeyir olsun, qonağı da salamlayıram. Qardaşlar, maşın sürmək hər adam üçün deyil də və hər adam da maşını düzgün idarə eləmir. Mən məktəbdə avtoşkolanı oxumuşam. Mənim indi 42 yaşım var da və neçə ildir mənim sükan arxasındayım, amma mən bu günə qədər deyə bilmərəm ki, mən şoferəm. Amma adam var ki, 2 gündə maşın alıb, deyir ki, mən şoferəm, nə bilim, belə böyük danışır. Nə bilim, valla, bu günləri mən bina atçılıqdan Qarayeva 1 saat ardaqçı yol gəldim, çünki yol sürüşkən idi və nə qədər ara məsafəsi saxladım, həmin ara məsafəsinə girən, məndən ağıllı olan sürücülər hamısı kişi xeylaları idi. Yəni, özdə nə sağ ol, nə bilim, qəza işığını, nə əlbi çıxarlarsan pəncərədən, yox, promo belə qatdalar adamın üstünə. Belə nağlı sürənlərin 99%-i bəylərdir. Yəni, mən xanımların belə maşını idarə etməyini görmürəm. Valla, yəni maşını elə sürmək lazımdır ki, dalınca yaxşı sürücüsünlər də, heç kim səni dua eləməsin də, yəni sözün pis mənasında. Bu Hüseyn bəyin fikirləri idi. Nə deyə bilərsiniz? Necə şərh eləyə bilərsiniz? Onu deyə bilərəm ki, elə yaxşı sürüşkən yol demişkən, 2 gün ondan qabaq yollar həqiqətən də dünən yox, o birisi gün tamam demək olar ki, səhər tezdən durduq ki, yollar buzdur. Dünən səhər də belə idi, səhər də. Dünən səhərdə qalmışdı. Bu gün də bəzi yerlərdə var idi, amma Gecə şaxta oldu. o birisi gün şaxta olduğuna görə bəli demək olar ki, düzdür, qar elə də çox yağmadı, ancaq yollar bərbad hala düşdü. Mənim bir şey maraqlı idi ki, bu yol təmizləyən bu yol işçiləri, avtomobilləri ümumiyyətcə harasa gördünüz? Mən görmədim. Onların da maşınları sürüşürük, bəlkə ona görə. Yəni onların maşını sürüşsə də ən azından bu Gözlərlə qabağında yol təmizləyən o nə deyək, o detallardan. Xüsusi texnikada, Qurğular. qurğular. Bəli, o qurğunu yerə salıb, yəni yerə tam diriyəndə bu sürüşmənin qarşısını ala bilər də. Bizdə o yoxdur deyə biz tormuz veririk. İndi təkərlərimiz də qış təkəri olmadığı üçün əksəriyyətimizin avtomobil sürüşə gedir, saxlaya bilmirik. Yəni Suraxana ərazisində ümumiyyətlə demək olar ki, yol tamam şüşə kimi idi. Avtomobillərin sürəti 5-10 idi təxmini. Çünki heç kim ayağını qaza qoymurdu, nə tormoza qoymurdu qorxusundan. Baku bas avtobuslarda belə çox yavaş-yavaş, qorxa-qorxa gedirdilər. Yəni bu da belə deyək də, avtomobili əgər biz idarə edə bilmiriksə, bu cür havalara yola çıxmamalıyıq. Yola çıxırıq, nə özümüz gedə bilmirik, nə də Başqasına imkan vermirik. başqasına imkan vermirik. Bəzi yollarda da ki, ötmə qadağandır. Məsələn, bütöv 1.1 nişanlama xətti də var. Sürücülər keçib getməyə qorxurlar və məcbur qabaqda gedən bir avtobusun arxasına düzülüb 1 saat yolu addım-addım gedirlər. Çox təəssüf ki, bəli, yolda mən gördüm xanımlar da çoxdur, idarə edə bilməyənlər. Adi bir həyətə belə girirlər, avtomobil
qaz verəndə bir balaca sürüşən kimi artıq qorxusundan dayanır, tərpənmir, yolda iflic eləyir. Yəni bu cür havalarda ümumiyyətlə yeni başlayan sürücülər bir günkü gündə yola çıxmasalar daha yaxşı olar ki, heç olmasa getmək istəyənlər, gedə bilənlər sonra geri çıxa bilsin. Hə, bizdə Mənzil 2-3 başına. saat olur da cəmi bu cür yollar. Gün çıxana qədər. Hə, gün Aynen. çıxana qədər. Təhlükəsiz sürücü, təbii ki, biz də düşünürəm ki, təhlükəsiz sürücü deyəndə daha yaşlı insanlar göz önündə canlanır, daha belə deyək, və yaxud xanımlar ola bilər göz önündə canlanır. Bilmirəm xanımlar nə dərəcədə təhlükəsiz sürücüdür, amma bizdə ara məsafəsi bayaqları qeyd elədiniz. Onu saxlamaq faktiki olaraq mümkün deyil bizdə. Bizdə ara məsafəsini saxlamaq mümkün deyil. Mən hətta bir neçə dəfə cəhd elədim ki, ara məsafəsi saxlayım. Gördüm ki, mən ara məsafəsi saxladacağam, ortaya kimsə girir, yenə ara məsafəsi kiçilir. Kiçilir, bəli. İndi hal-hazırda mən bura gələndə 1-2 saat bundan qabaq bir xanım gəlmişdi təlimə. Xanım Berlində biraz təlimə gedib, yəni xaricdə qayıdıb gedib imtahan verəcək. Ona görə gəlmişkən burada da istifadə eləyə sürməyə. Bu Çin üzərindən baxış məqamları var. O qədər, yəni vaxtında Çin üzərindən baxır ki, mənim özümə də xoş gəldi ki, hələ belə deyək, indiyənə kimi belə sürücülər barmaq sayı ilə gəlib çıxıb ki, tək güzgüyə yox, Çin üzərindən də baxır dönəndə ki, görüm kör nöqtədə avtomobil var yoxsa yoxdur. Avtomobilin kör nöqtəni göstərən belə deyək də kamerası işığı yansa da belə, yenə də Çin üzərindən baxış olmayanda xarici ölkələrdə demək olar ki, imtahandan keçib sürücülük vəsiqəsi əldə eləmək çox çətinləşir. Yəni bu vərdiş halına keçməlidir. Mənim özümə də çox xoş təəssürat bağışladı ki, hər anda baxır. Yəni deməyə ehtiyac yoxdur da. Artıq bunda vərdiş formalaşıb, az təlimə getsə də artıq bunu götürüb, bu beyni həkk olub. Amma burada sürürsə, gedib Almaniyada Almaniyada və rahat yaxud sürər. Avropada rahat imtahandan keçə bilər. Elə mən də söz dedim. İstənilən situasiyalar, istənilən qəza şəraitindən rahat çıxacaq çıxa bilər. sürücü ola bilər. Deməli, ara məsafəsi məsələsini o da dedi ki, yəni istər-istəməz orada 5-10 saat avtomobil sürsə də, dəqiqə başında biz məsafə saxlayan kimi qabağımızda Kimsə mütləq gedir. Yəni açığı mən onu artıq özüm üçün, mənim üçün adi haldır. Yəni bilmirəm siz əsəbləşirsiniz ona görə yoxsa yox. Yəni əgər Mən əsəbləşirəm. o avtomobil bizə mane olmadan keçirsə, mən onu adi hal kimi qəbul edirəm. Çünki əgər tormuz verirəmsə ona görə hə, istər-istəməz adam qıcıqlanır. Adı mən bəlkə eləmək lazım deyil adi hal kimi. Yəni elədikcə onlar da elə Neyniyək? bilirlər. Hamını Onlar da davet elə edir. bilirlər düz eləyirlər də, belə olmaz axı. Yəni İrad bildirmədikcə o elə bilir ki, o düz eləyir və Val, ömrünün inan mənə axırına siqnal versən, irad bildirsən, siqnal verirsən və yaxud 50 qol hərəkət edirsən, sən stres yaşayırsan, əsəb keçirirsən, o da əsəbləşir və inan mənə ki, heç bir fərqi yoxdur. Gələn dəfə yenə eləyir Bunu onu. düzəltməyin yolu nədir? Bu nə vaxt düzələcək? Yəni- Nə etmək lazımdır ki, bu düzəlsin? bunu ancaq keçən dəfə də bu barədə danışdıq. Bunun üçün çox illər lazımdır. Yəni hal-hazırda heç bir iş görülmür bu halda. Yəni mən görürəm ki, yəni bu mövzuda heç bir irəliləyiş yoxdur. Heç bir iş görülmür ki, biz bunu heç olmasa 10 ildən sonra, 15 ildən sonra görək ki, irəliləyiş var. Yəni siz dediyiniz kimi, məsələn, mən qarşıma avtomobil keçir, birdən əsəbləşdim, siqnal verdim ona. Nəsə, məsələn, uzaq işları yandırdım. Keçir qabağımda kəskin tormoz verir. Qəsdən ki, elə bil ki, əsəbini məndən çıxır ki, sən mənə niyə tormoz verdin? Belə də olmalıdır. Dönmə işığı yandırmadan keçib qabağıma, məni əsəbləşdirib. Yəni belə deyək də, buna biz vaxtımızı, əsəbimizi yəni Sərf xərcləməyə, eləməyək. sərf eləməyə dəyməz məncə bu cür insanlara. Çünki bu cür insanları düzəltmək üçün birinci sürücülük məktəbindən başlamalı idi. Yəni sürücülük vəsiqəsini alan şəxs elə bir ki, artıq burada yazılıb ki, sürücülük vəsiqəsində ki, sürücülük hüququmuz var. Bu o deməkdir ki, istədiyimiz kimi çıxıb avtomobil idarə edə bilərik. Ancaq insanlar onu dərk eləmir ki, sürücülük vəsiqəsini əldə eləmək başqa bir məqamdır. Yəni sürücülük vəsiqəsini Sürmək istənilən başqa şəxs bir sürmək məqam. başqa bir məqamdır. Çünki bizim təlim mərkəzində deyək ki, Dövlət Yol Polis İdarəsinin təlim yerində hansı ki, praktiki imtahan veririk. Bəli. Orada balaca bir ərazidə, orada sürətə ehtiyac yoxdur. Ayağımızı qazdan götürsək, öz sürətindən 5-dən 10-dan getsə, məsələn, orada düzülüblər konuslar ki, onların arasından biz keçməliyik. İlanvari yoldur. Bir də bir iki dənə orada parkinq eləyirik, vəssalam. Biz imtahandan keçdik. Yəni bu sürücünü yolda sürməyə buraxmaq olarmı bundan sonra? Çünki orada sürət yoxlanmır, orada gecə vaxtı sürməyi bilinmir. Ara məsafə saxlayır, saxlamır. Sürücünün ümumiyyətlə psixoloji vəziyyəti nə yerdədir? Xarici ölkələrdə məsələn imtahan vaxtı sürücünün yanında və yaxud arxada təlimçi əyləşir, imtahan zamanı qeyd edir ki, bu hansı səfər eləyir. Magistral yolda belə təlimlər götürülür. Ancaq bizdə isə çox təəssüf ki, hələ ki bu məsələ
Ancaq bağlı meydançada qırağa çıxa bilmirik. Eyni o dediyiniz o yoxlama var idi ya. O deməli Amerika Birləşmiş Ştatlarında pilotsuz avtomobilə də tətbiq olunmuşdu. Təsəvvür edirsən? Pilotsuz avtomobilə təlimçi oturur, qeydlər aparır. İndi orada süni intellektlə də ona sual verir. O da o yəni manevrləri yerinə yetirir və elə qeydlər aparırdı ki, bu yarar yoxsa yaramaz. Yaradı, yaramadı. Yaradı. Yaradı. 5 plusla, yəni 5 üstəgəllə keçdi o mərhələni və artıq yola buraxılmış sayılır. Düzü mənə elə gəlir ki, bir 10 il bundan öncəyə baxsaq, bizdə bu mənada həqiqətən artıq düzəlib desək doğru olar da. Yəni azmaz, çox demirəm. Bir balaca irəliləyiş var. Sanki sürücülər də daha belə məsuliyyətli olmağa çalışırlar. Yollarda da xüsusi olaraq bir növ dəyişmişik. Belə deyək də, Çünki çox idi, əvvəl daha az idi sürücülərin sayı. get-gedə az da olsa bəli var, irəliləyiş görsənir. Ancaq belə deyək, yollarda günü-gündən qəzaların sayı çox olması, yəni qəza şəraiətlərinin sayı çox olması. Elə sürücü var ki, məsələn, bir ayda bir neçə dəfə svetoforun qırmızı işığına keçir. Yəni təkrar eyni səhvləri eləyir. Yəni bu sürücüləri artıq maarifləndirmək yox, mənim fikrimcə il ərzində bir neçə dəfə eyni xətanı törətdiyinə görə cərimələri də biraz artırmaq lazımdır. Yəni ayda ildə bir dəfə belə deyək də, biri var görmədin, bilmədən keçdin, nəsə bir qəza şəraiti yaratdın və yaxud da qayda pozuntusu oldu. Amma bir insan ay ərzində bir neçə dəfə, həqiqətən belə insanlar var, mənə özüm də müraciət edənlər var ki, bir ay ərzində bir neçə dəfə eyni xətanı törədir və baxırsan ki, artıq 20 bal yığıb bunun sürücülük vəsiqəsi getdi 6 ay getdi. Yaxşıdır da, qaldı getsin də. vəsiqəsiz. Yəni Getsin də. Azalır da. Bu insanlar azalmağa yaxşıdır. Sonra da çalışırlar ki, başqa bir yollarla necəsə bu balların sayını azaldıb yenidən davam eləsin yeni hərəkətlərə. Yəni əslində bu yarım il azdır. İlin balı bir ay ərzində yığan sürücü üçün gərək ümumiyyətcə bir il yarım sürücülük məhdudiyyəti olsun ki, biraz ağıllansın o vaxta kimi, sonradan eyni səhvlər eləməsin. Bəzən mənə elə gəlir ki, biz təhlükəsiz və yaxud siravi sürücü deyəndə biz əsasən səbirsiz sürücü desək doğru olarmı? Çünki biz hər hansı bir avtomobilin və yaxud sürücünün sürətlə və yaxud tez-tez manevr etdiyini görəndə bu adamın səbirsizliyindən gətirib çıxarır ki, bu adam ola bilər, məndə də olur, tələsirəm. Tələsdiyim halda bəzən biraz daha hərəkətli avtomobil idarə edirəm. Çalışıram ki, daha tez bir zamanda məntəqəyə gedim çatım, A məntəqəsindən B məntəqəsinə. Düz deyə bilirəm ki, dərində bilirəm ki, uzaq başı 2 dəqiqə, 3 dəqiqə tez çataram. Amma bu sənin özündən asılı olmur. Bu bədən stresidir, həyəcandır və sən istər-istəməz bunu edirsən. Ümumiyyətlə, məncə bütün bunların arxasında dayanan məhz səbirdir. Belə deyək də, müəyyən mənada bəzi bir neçə faiz belə siz dediyiniz kimi razıyam sizlə. Ancaq ümumi götürəndə, məsələn məndə də olur, bəli, tələsiyəndə nisbətən sürətimi artırıram, ancaq sürət artdıqca çalışıram ki, elə zolaq seçəm ki, məsafəm də normal olsun, yəni təhlükə yaratmayam. Ancaq belə baxanda bizdə heç səbirli demək olar ki, sürücünün sayı çox azdır. Çox azdır. Yolda tələsiyən də, tələsməyən də, elə keçən dəfə danışdığımız kimi çıxır məsələn orta zolaq və yaxud da kənar zolaqda uzaq işıqları yandıra gedir, tələsmir. Onun arxasınca get görsən heç yerə tələsmir. Elə onun hər gün həyat tərzi budur. Evdən çıxanda elə bir özünə söyüş qoy ki, mən hamıdan birinci getməliyəm. Hamını yəni uzaq işıqları yandıraraq qabağımdan qovmalıyam. Amma ümumi götürəndə belə deyək də, təhlükəsiz sürücü uzağa baxır. Yəni təhlükəni qabaqcadan dərk eləyir. Ancaq adi sıradan bir sürücü, yəni təhlükəsiz olmayan bir sürücü ancaq qabaqda gedən, hərəkətdə olan faktiki təhlükəyə baxar. Yəni belə bir bizdə slayd da var, hazırlamışıq ki, nəzəri dərslərə keçəndə bu təhlükəsiz idarə etmənin nəzəri dərsləri də var. Hansı ki, şirkətlər müraciət eləyir, sürücülük bacarıqlarını artırmaq üçün ildə 2 dəfə sürücülərə dərs keçirik ki, il ərzində məsələn bəzi şirkətlər var ki, baxır ki, bunu sürücülər tez-tez qəza eləyir, tez-tez cərimə olur, şirkəti ziyana salır. Məsələn, düzdür, bütün şirkətlər eləmir, bəziləri bunu eləyir. İldə 2 dəfə bu təlimlər keçəndən sonra baxırsan ki, keçən il nisbətən bu il olan qəzalar və dəymiş zərər ziyan, ümumiyyətlə ümumi götürəndə qayda pozuntularının sayı azalır. Yəni sürücülərə bu cür dərsləri keçmək lazımdır. Adi sürücü nədir? Qonşudan, atasından, oradan buradan öyrənən sürücüdür. Ümumiyyətlə təlim görməyib, yol qaydalarından xəbəri yoxdur, fizikanın qanunlarından da belə məlumatsızdır.
Amma təhlükəsiz sürücü ən azından sürücülük vəsiqəsini imtahan verib alıb və təlimlərdə iştirak edib. Buna artıq təhlükəsiz sürücü harca demək olar. Adil müəllim, sualım indi sizədir. Məhz bu məsələ ilə bağlı. Ola bilərmi ki, bizi daha doğrusu səbirdən çıxaran, çıxaran digər sürücülərdir ki, hansı ki, məsələn, telefon istifadə edir sükan arxasında, məsələn, sosial şəbəkəyə baxır və yaxud fikri dağınıqdır, uçur havalarda, el arasında desək, tutaq ki də 90-lıq yolda indi lap heç 90 da olmasın, heç 70 ilə də sürmür abi, 50 ilə gedir yolun ortası ilə və yaxud da ki qabağı bomboşdur, amma çox yavaş sürür, elə bil ki belə də olmalıdır, yolda bu təkdir və bundan başqa heç kim də ola bilməz, mənə mane olur. Ola bilərmi ki, o cür sürücülərin əlindən digərləri tələsir və məcbur olaraq da artıq qayda pozuntusu edirlər? Əlbəttə ki, düz vurğuluyursunuz. Bu cür sürücülərdən mən özümdə qaçmağa çalışıram. Görəndə ki, qarşıda məsələn zolağı düzgün tutmur, bunu ya ötüb keçməliyik, ya da daha çox məsafə saxlamalıyıq ki, bu gedib hər hansı bir avtomobilə çırpılsa belə, onun belə deyək də, qırıqları bizim üstümüzə tökülməsin. Ən azından yan yörəmizdə olan avtomobil qaza eləyəndə belə, onun da bizə hər hansı bir problem yaratması olur. Getdiyimiz yerdə, məsələn, uzağa baxmayanda. Telefonla danışmaq məsələsi ümumiyyətcə demək olar ki, bir xəstəlikdir. Yəni sükan arxasında danışmaq yox, telefona baxmaq, telefonda danışmaq. Hələ yaxşıdır. Danışmaq artıq dəbdən düşüb. Yəni o artıq hətta yaxşıdır. Amma bir var ki, sən gözün telefondadır. Danışanda dərd yarıdır, ancaq yazışa gedəndə eləsə var, bu yaxından avtobus sürücüsü də arxadan kimsə çəkmişdi sərnişinlərdən. Yolda yəni görmüşdüm. Yəni nərtaxta oynayan var, nə bilim hər hansı bir yeni oyunlarla söykənib özünün oynaya gedir. Yəni öz şəxsi avtomobili heç burada məsələn gör neçə nəfər, məsələn 50 nəfər, 100 nəfər insanın həyatını təhlükəyə ataraq bu sürücü yəni telefondadır, başı qarışıq belə gedir. Əslində bunun qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir fikrimcə. Belə baxanda 50 manat telefonu əlində tutaraq və ya tutmayaraq telefonla danışdın. Əlində tutmasan cərimə gəlmir. Ancaq telefonu bizimkilər nə edir? Keçən dəfə də vurğulamışdıq ki, telefonu harasa məsələn yapışdırır maqnitlə, əl telefondadır. Bu daha çox təhlükədir ki, biz bu telefona bayaqları düz durmuşduq. İndi əyilib baxırıq, qabaq ümumiyyətcə yaddan çıxır. Yəni telefonda əlində saxlamaq. Onunla necə mübarizə aparmaq, Adil müəllim? Necə mübarizə aparmaq? Zaten yəni o adam özü telefonu uzaqda saxlayır. Hətta dövlət yol polisi əməkdaşı onu saxlasa ki, bəs siz telefondan istifadə telefon əlində deyil ki. Bəli, qanunda telefon tutacaqdadır, ancaq əlim olur. Yəni sən belə bir qanun yoxdur ki, sən avtomobilə telefon otura bilməzsən. Yəni belə bir şey deyil. Yəni belə deyək də, belə bir məqamda fikir. Bu sadəcə sürücünün belə dedim məsuliyyəti və onun təbii ki, öhdəliyində qalır ki, bunu etməyəcək. Sürücünün öhdəliyinə buraxanda qəzaların demək olar ki, əksəriyyəti indi telefona görədir. Bəli. Mən belə fikirləşirəm ki, qaydalarda dəyişiklik eləmək lazımdır ki, ümumiyyətlə telefonla dünyanın heç bir yerində belə deyək də qulaqçıqla danışmaqda problemi yoxdur. Heç bir yəni qayda pozuntusu sayılmır. Bizdə gərək qulaqçıqla danışsan da ümumiyyətlə belə səsli danışmağın özünə də belə cərimə tətbiq eləmək lazımdır. Necə? Onun axı nəzarət mümkün olmayacaq. Nəzarət belə deyək də, məsələn, xüsusi kameralar indi bizim kəmərsiz olduğumuzu telefon da vurub deyək ki, o tutacağa, telefon tutacaqdadır da, yəni kamera da onu görməyəcək. Yəni bu adam istifadə etsə faktiki olaraq mobil telefon o qədər xırda balaca bir aksesuardır ki, onu biz nə bilim dizimizin üstünə də qoyub istifadə edə bilərik. Kamera onda gərək onda yol polisi əməkdaşları bütün avtomobillərin hamısının içinə kamera qoysunlar. O halda bunu görmək olar. O çətin məsələdir, ancaq belə deyək. Mümkün deyil, yəni çətin məsələ mümkün deyil. Bəlkə ictimai qınaq məsələsi, bəlkə bu yaxından hansı ki bir məqam çıxmışdı ki, adi avtomobildə gedən sürücülər telefonla danışan sürücünü görsə çəkib paylaşmaq məsələləri. Biz o deyilik də. Biz o deyilik. Bizim o xarakterimizdə o sən ictimai qınaq ümumiyyətlə bizdə biraz. Yəni işləmir. İş vermək bizdə bir o qədər yaxşı bir şey sayılmır. Ona görə də bayaqlar mən vurğuladım ki, mən bu işdə yəni heç bir irəliləyiş görmürəm hələ ki. Yəni konkret bizdə belədir ki,
elə bir məqamlar olmalıdır ki, biz qorxumuzdan telefona yaxın getməyək. Bəli. Bizdə belə məqamlar var. Əslində qanun da bunu deyir. Əgər sən hansısa bir qayda pozuntusunu edən sürücünü görsənsə, şəklini və yaxud da videosunu çəkib göndərirsən Dövlət Yol Polisinin saytına və ondan da cərimə olunur. Bizdə isə bunu yalnız hansısa zibil qutusunun qarşısını tutanda və yaxud kiminsə mənzilinin darvazasının qarşısını tutanda çəkib göndərirlər. Çünki özünə, şəxsi mənə lazımdırsa ondan istifadə edəm. Yox, şəxsimə lazım deyilsə, cəmiyyət üçün lazımdırsa, mənim nəyimə lazımdır, mən iş verən deyiləm ki. Bəli. Və səsli mesajımız da var. Hüseyn bizə səs göndərib, onu dinləyək. Ara məsafəsində heç olmasa yeni pokoleniya var, yeni nəsil sürücülər. Onlara təlimçilər öyrətməlidir. Heç olmasa onlar öyrətməlidir ki, belə eləməyin. Valla yaxşı şey deyil. Yəni yol sürüşkən də bu günləri bəlkə bir 20 dəfə qabağıma maşın atlandı. Allahın olsun, nə elədin də bir maşın qabağa düşdü, nə oldu? Nə oldu da, nə əldə elədin də ondan? Onunsa yol sürüşkən də, getdin orada da diyandın. Allah eləməsə, bəlkə mən xamış sürücüyəm. Bir qəza oldu da, yəni ki, nə bilim, valla. Ara məsafəsi ilə bağlı təlimçilər sürücülərə, yeni başlayan sürücülərə ara məsafəsini öyrətməlidirlər. Doğrudur, doğrudur. Öyrədirlər, mən Adil inanmıram müəllimlər öyrətməlidirlər. Çox xahiş edirəm. Buna xüsusi olaraq. Deməli, çalışırıq ara məsafəsi saxlamağa. Belə deyək də, o təlimçi özü ara məsafəsi saxlamırsa, istər-istəməz onun öyrətdiyi də saxlamayacaq, düzdürmü? Düzdür. Bu psixoloji olaraq sürücü özü buna köklənməlidir ki, mən məsafə saxlayım. Çünki burada sürücünün reaksiyası oldu, tormozu oldu. Təkərlərin yerə ilişmə əmsallarını, yəni fizikadan bilməyən bir təlimçi, fizikanın qanunlarına xəbər olmayan bir təlimçi demək olar ki, məsafə saxlamır. Mən yollarda fikir verirəm özümdə ki, özü sürür, yəni yanında tələbəsi yoxdur, tək gedir. Məsafə saxlamır. Yəni bu cür insanların öyrətdiyi demək olar ki, adi bir sürücünün öyrətdiyinə heç bir fərqi olmayacaq. Keçən dəfə mən efirlərin birində dedim ki, ümumiyyətlə düzdür, bəzi adamlar ora ürək sözlərini yazdılar, xoşa gəlməz. Ara məsafəsini saxlamağa görə cəmisi 40 manat cərimədir. Onu da tez ödəyəndə 10% endirim edirlər. 36 manat ödəyirsən vəssalam. Getdin qarşıda gedən istənilən bir qiyməti olan avtomobil olsun. Məsələn, bizdə belə deyək, körpə uşaqlar avtomobildə çox adam heç oturacaq alıb qoymur. Bəli, uşaq oturacaqlarından istifadə. Kəskin arxadan gəlib vurduğunda uşaq yıxılır, uşaq xəsarət alır və istənilməz sürücü əsəbləşir, arxadakı sürücünü döyməyə çalışır ki, sən gəldin məni vurdun, uşaq da yıxıldı, xəsarət aldı. Ay ərzində, il ərzində demirəm, ay ərzində elə sürücülər var ki, bir neçə dəfə arxadan vurmaqla belə qəza işarətləri yaranır. Çünki belə bir cərimə yoxdur. Əgər biz gedib qabaqda gedən avtomobili arxadan vurmasaq, bizə heç kim cərimə yazan deyir ki, niyə məsafə saxlamırsınız? Bunu hesablamağa da bayaq dediyiniz kimi, gələk onda hər avtomobili kamera qoysunlar ki, niyə məsafə saxlamırsınız? Bizə Namiq bəy də yazıb, onu da dinləyək. Selamun aleyküm, salamlayıram sizləri, qonağınızı da salamlayıram. Günortunuz xeyirli olsun. Bu sizin mövzu ilə bağlı onu deyə bilərəm ki, bizim əsas sürücülərimizin bu ən böyük günahlarından biri, daha deyərdim birincisi, bu telefon. Telefonla oynamaq, telefona başları qarışır və yaddan çıxır svetoforda vaxtında tərpənmək və zolağı düzgün tutmamaq, dönmə işığını yandırmamaq. Bunların hamısını mən özüm 40 il sürücü olduğuma görə, 4-cü sürücülük vəsiqəm olduğuna görə Sovet vaxtı imtahan vermişəm, imtahanla almışam. Bayaq o müəllim demişkən, biz qaz 52 ilə imtahan vermişik, yollarda sürmüşük, güzgü ilə parkovka eləmişik, elənsi. Müəllim oturub yanımıza, nəinki bir müəllim, 2 müəllim oturub bizi imtahan alıb bizdən, sonra bizə sürücülük vəsiqəsini veriblər. Allah işinizi avan eləsin. Çox sağ olun. Təşəkkür edirik Namiq bəy fikirləriniz üçün. O vaxt güzgü ilə park eləyirdilər maşınları, dönüb arxaya belə əlini yan oturacağa qoyub arxaya elə baxırdılar. Amma müasir avtomobillərdə indi nəinki arxada, hətta 360 dərəcə kameralar var. Maşını yuxarıdan, aşağıdan, sağdan, soldan hər şeydən çəkir. Amma yenə də baxırsan ki, park eləyə bilməyənlər var, amma özlərinə sürücü deyirlər. Deyirlər ki, biz yox, mən yaxşı maşın sürənəm, amma heç park eləyə bilmir. Qalmışdı ki, güzgülərə baxsın və elə manevr etsin. Çox təəssüf ki,
get-gedə bu süni intellekt bizi demək olar ki, kör eləyir. Avtomobili artıq alanda birinci xanımlar axtarır ki, özü avtomatik parkinq eləyən özü maşından biz düşüb gedə bilərik, avtomobil öz-özünə yer tapıb parkinq eləyir. 10 il bundan qabaq 2014-cü ildə biz Avstriyada təlimdə olan vaxtı orada bizim təlimçinin adı Norbert idi. O bizə deyirdi ki, çox təəssüf ki, mən kədərlənirəm ki, insanın düzəltdiyi bu robot avtomobillər bizdən yaxşı idarə eləyir. Yəni daha az qaza eləyir. Demək olar ki, qaza eləmir, sıfıra bərabərdir qazalar. Ancaq insan faktoru varsa, istər-istəməz orada həmişə parkinq eləyəndə belə qaza eləyən sürücülərin sayı az deyil. Yəni siz bayaq güzgü deyirsiniz. İndi elə adam var ki, ümumiyyətlə güzgüyə baxmır, ancaq kamera ilə baxır. Ancaq təlim vaxtı mən fikir verirəm ki, kameraya baxan sürücü bəzi kameralar adamı aldadır. Yəni güzgüyə baxmasan, kamera göstərir ki, hələ yeri var, bir də güzgüyə baxanda görürsən ki, artıq gecdir. Yəni radarlar elə avtomobildə var ki, bu yaxından bir Lexusda təlim keçirdim. Radarları yoxdur, kamerası var. Gəlirsən, çatana yaxın heç bir səs eləmir, artıq dəyəndən sonra səs eşidir. Dəyəndən sonra deyir ki, çatmısan deyir. Nə səsi gəlir dəyəndən sonra? Danq edir. Güm. Və maraqlı məsələ odur ki, belə bir məsələ var. Deyirlər ki, son 1 dəqiqə. Deməli, mexaniki sürətlər qutusu avtomobil sürmək üçün ən idealdır. Çünki deyir, onda avtomobili istəyirsən, sonra avtomat ötürücülər qutusuna keçid alanda artıq sənin üçün daha rahat olur. Bu belə deyilsə yox. Bugün amma çox adam sürə bilmir. Yəni əslində belə deyək də, elə tələbələr olur ki, xanımların özünə də kimsə evdənmi, qonşudanmı, nə bilim, babası mı deyək ki, yəni mexanika sürməsən avtomat sürə bilməyəcəksən. Havayı şeydir. Amma bilirsiniz, mən bunu özüm test eləmişəm. Bunlar nağıldır. Yəni bunlar dağıldı. Avtomobili idarə edən şəxs, məsələn, avtomobil normal idarə etsən, avtomat sürətlər qutusu, mexaniki keçid olarsa, yəni işlədiyimiz şirkətdən bizə bir neçə ildən sonra mexaniki sürətlər qutusu verərlərsə, bir neçə günə asan bir şəkildə o mexaniki sürətlər qutusuna öyrəşdirmək olur. Artıq sən avtomobil idarə edə bilirsən, orada ancaq bir dənə qalır ki, muftanı basasan, keçirəsən skorsu, yavaş-yavaş tərpədərsən. Çox asan məsələdir. Deməli, əgər bu belədirsə, deməli bu kameralar sizin bayaqlar dediyiniz bu məsələ avtomobili park eləmək falan o yan bu yan, onlar da öyrəşiləcək. Avtomobili zaten mən gələcəkdə düşünürəm ki, bir 10 ildən sonra ümumiyyətlə parkinqi yalnız avtomobil özü eləyəcək. Yəni hər şey ona doğru gedir. Nəinki parkinq, mənə elə gəlir ki, yəni 10 ildən sonra ümumiyyətlə bir sürücüyə ehtiyac qalmayacaq. Yəni maşınlar özü gedir. Robot hər şeyi idarə edəcək. Biz idarə edəcəyik. Bugün bu qədər. Eşidilmək ümidi ilə təşəkkürlər hər birinizə. Adil, mən sizə dərin təşəkkürlər ki, gəldiniz bugün efirimizi damalağa etdiniz. Sağ olun, təşəkkür edirəm dəvətiniz üçün.